Power Query'də Merge Queries funksiyası iki fərqli cədvəli ortaq sütuna görə yan-yana birləşdirmək üçün istifadə olunur. SQL-dəki join əməliyyatına bənzəyir. Məsələn, biz məlumatı başqa bir cədvəldən gətirmək istəyiriksə, bu zaman merge etməliyik. Məsələn, bizdə orders cədvəli və customers cədvəli mövcuddur. Orders cədvəlinə customer ID-dən əlavə customer name-i də gətirmək istəyirik. Bu zaman nə edəcəyik? Ortaq olan görürük ki, customer ID sütunumuzdur. Bu sütuna əsasən iki cədvəli birləşdirib istədiyimiz sütunları digər cədvəldə göstərə biləcəyik. Home tabındakı bu hissəyə baxırıq, Merge Queries. İki versiyası var. As New və sadə Merge Queries. Birinciyə daxil oluruq. Seçdiyimiz query burada görünür və biz ortaq olan sütunu seçirik, Customer ID-ni. Və ya cədvəli seçib daha sonra da edə bilərik. Digər cədvəli seçirik və ortaq olan sütunlarımızı işarələyirik. Gördüyünüz kimi bu hissədə yazılıb ki, birinci table'dan 5 sətirdən 4-ü uyğun gəlir. Birinci cədvəlimizdə 5 sətr var, ikincidə 4 sətr var. Ona görə də sadəcə 4 dənəsi uyğunlaşa bilir. Bu hissə join kind nədir? Bu sadəcə merge edərkən müxtəlif join tiplərini bizim qarşımıza çıxardır və ən uyğun olanı seçib davam edirik. Burada isə fuzzy var. Fuzzy nədir? Ad və ya məsələn yazılışlar tam eyni olmasa belə, oxşar olanları avtomatik uyğunlaşdırmağa imkan verir. Məsələn, burada Alex yazılıb, başqa bir sətirdə kiçiklə yazıla bilər və ya hamısı böyüklə yazıla bilər və ya iki dənə L hərfi ola bilər. Biz əgər buradan istifadə etsək, qarşısına klik qoysaq, o zaman onları bir görəcək, yəni uyğunlaşdıracaq avtomatik olaraq, eyni olduğunu inanacaq daha doğrusu. Və bu hissədən bura klik qoysaq, optional hissəsində 0 və 1 arasında istədiyimiz rəqəmi yazıb uyğunluq dərəcəsində göstərə bilərik ki, bu faizə əsasən uyğun gəlsin. İndi işarələyək və orders cədvəlinə belə bir sütun gəldi, customers. Bu ümumilikdə table'dır. Bu işarəyə basıb expand edərək istədiyimiz sütunları seçə bilərik. Məsələn, customer name və ya bütün sütunları gətirə bilərik. Gördüyünüz kimi customer name sütunu orders cədvəlinə daxil oldu. Bu isə uyğun gəlmədiyinə görə null kimi yazıldı. İndi digər cədvəli seçib merge etsək nə olacaq? Mən digər order cədvəlini seçirəm. Ortaq sütunları işarələyirəm və left join kimi qalsın. Burada isə 4 birinci cədvəldən 4 sətirdən 4-ü uyğun gəldi deyir. Yəni birinci hansı cədvəli seçiriksə, oradakı sətir sayı digər cədvəldən neçəsi ilə uyğundursa onu yazır. Birincidə 4 var idi deyə deyir, birinci cədvəldən 4 sətir, 4 sətirlə uyğun gəlir. Burada etsək, yenidən yeni bir sütun yaranır, orders adında. Və biz bunu expand edib, məsələn, burada bütün sütunları əlavə edək. Bu şəkildə görünəcək. Yəni, istədiyimizi də əlavə edə bilərdik. İndi gördüyünüz kimi biz iki dənə merge əməliyyatı apardıq və birində orders cədvəlinə yeni sütun düşdü, birində isə customers cədvəlinə. Biz əgər istəsək ki, merge əməliyyatı zamanı bizim hazırda olan iki table'ımız dəyişməsin, dəyişikliklər başqa bir cədvəldə olsun. Yəni bu ilkin table'larımız dəyişməsin. O zaman geriyə çəkirik bunları. Məsələn, orders cədvəlini seçirəm. Merge queries'dən ikinci əməliyyatımız var. As new. Buna daxil oluram. Eyni qaydada
Seçirəm ortaq sütunlarımızı və merge edirəm. Bu zaman gördüyünüz kimi əlavə bir query yarandı. Yəni ilkin cədvəllərimiz dəyişmədi. Buradan da expand edib istədiyimiz sütunu, məsələn, bunu gətirə bilərəm. Gördüyünüz kimi əlavə bir sütun yarandı.